Əslində biz Azərbaycanın keçdiyi tarixi prosesə baxanda hər zaman xalq iqtidar birliyinin bir ənənə halına aldığını və hər zaman bu birliyin dövlətçiliyin möhkəmlənməsinə, Azərbaycanın qələbə qazanmasına öz töhfəsini verdiyinin şahidi olur. Hətta bu 90-cı illərdə də Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə də özünü göstərdi. 94-cü ildə Ulu Öndər Azərbaycan xalqını səsləyərək onları birliyə dəvət etdi və həmin dövrdə də ölkəmiz üzləşdiyi o sınaqlardan uğurla çıxdı. Və biz bunun digər bir bariz nümunəsini Vətən müharibəsi dövründə görürük. Cənab Prezidentin rəhbərliyi, xalqımızın birliyi və eyni zamanda qəhrəman vətən övladlarının mübarizliyi nəticəsində biz torpaqlarımızı azad etdik və bugün Azərbaycanda xalq iqtidar birliyi ən yüksək səviyyədədir. Düzdür, zaman-zaman bunu sarsıtmağa çalışan müəyyən təcrübə göstərmək çalışan qüvvələr olmuşdur və qruplar olmuşdur. Amma xalqımız həmişə doğru yol seçərək, həmişə öz liderinin ətrafında birləşərək Azərbaycan dövlətçiliyinin güclənməsinə, möhkəmlənməsinə töhfə vermişdir. Və bunu hər zaman Ulu Öndər də xüsusi qeyd edirdi və bugün Cənab Prezident də qeyd edirdi. Və biz Ulu Öndərin bir kəlamını da xatırlayırıq ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Və bugün də bu mənada ölkəmizdə bu birlik davam edir və bu birlik hər zaman davam edəcək. Çünki bugün ölkədə həyata keçirilən siyasət bu prosesə öz töhfəsini verir. Zəfərimizin 5-ci il dönümü münasibətilə ümumiyyətlə Azərbaycanın əldə etdiyi zəfər digər ölkələr kimi bir nümunə. Bu barədə nə demək istərdiniz? Əlbəttə, bilirsiniz, əslində Vətən müharibəsində qələbə, zəfər bu uzun illər öyrəniləcək, araşdırılacaq bir zəfərdir, qələbədir. Yəni biz bunun səbəblərini bilirik. Amma bugün dünya da bu barədə düşünür ki, necə məğlub xalq qalib xalqa çevrildi. Və yenə də burada biraz bundan əvvəl qeyd etdiyim kimi o xalq iqtidar birliyi, yəni xalqın dövlətin yanında olmağı və bir-birini dəstəkləməyi və ümumilli məsələlərdə birləşmələri bu prosesə öz töhfəsini verdi. Və təbii ki, bizim zəfərimizdə də ölkə liderinin qətiyyətli, prinsipial